25 yeni peşə və ixtisas aktual peşələr siyahısına əlavə ediləcək. Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Əmək bazarının tələblərinə uyğun peşələrin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Yaşıl iqtisadiyyat və texnoloji inkişafla bağlı peşələrin siyahısı genişləndirilir. Qeyd olunur ki, peşə hazırlığı proqramlarının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması məqsədi ilə ixtisas təsnifatının yenilənməsi istiqamətində təhlillər aparılıb. Əldə edilən nəticələr əsasında müvafiq təkliflər hazırlanıb. Ekspertlər bildirirlər ki, həmin ixtisasların gələcək perspektivləri çoxdur. Bu ixtisasların əlavə olunması gələcəkdə ixtisas və peşə seçimində gənclər üçün daha perspektiv və geniş imkanların yaranması deməkdir. Bu ixtisaslar siyahısına əlavə olunan ən aktual ixtisaslardan biri də IT sahəsində mövcud olan ixtisaslardır ki, bu ixtisaslar da yüksək ixtisaslar siyahısına daxildir. Düşünürəm ki, 25 yeni ixtisaslar arasında yer alan ən mühüm ixtisaslar məhz elə IT sahəsində olan, yəni informasiya yönümlü ixtisaslar olacaqdır. Hazırda yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni ixtisasın mövcud 175 aktual peşə və ixtisasın siyahısına əlavə edilməsi üzrə müvafiq işlər davam etdirilir. Ekspert deyir ki, həmin ixtisas və peşələr dünya bazarında da inkişaf edib və kifayət qədər zərurət yaranıb. Bu yeni ixtisaslar əsasən yaşıl iqtisadiyyat, enerji, ekoloji innovasiya, data analitikası, rəqəmsal texnologiya, smart texnologiyası və bir çox başqa ixtisaslardır ki, bu ixtisaslar hal-hazırda dünya bazarında yetərincə inkişaf etmiş və tələbat olan ixtisaslardır. Digər ölkələr kimi Azərbaycan da bu sahələrdə inkişaf etməyə çalışır. Düşünürəm ki, bu ixtisaslara tələbat yüksək olacaqdır. Əsasən də yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya mərhələsində keçid dövründə bu ixtisaslar üçün bizə yetərincə kadr lazımdır. Ekspert onu da əlavə edib ki, ixtisasların yenilənməsi gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edəcək. Eyni zamanda bu addım iqtisadiyyatın yeni inkişaf istiqamətlərinə uyğun kadr ehtiyatının formalaşması baxımından da əhəmiyyətlidir. Ramal Abdullayev, Şəhla Poladova, Xəzər xəbər.